Qadınlarda uşaqlıq xaric olunduğu zaman qadınlar menopoza girirmi? Əsas vacib sual. Xeyr, qadınlarda uşaqlıq xaric olunduğu zaman yumurtalıqlar saxlanılırsa qadın menopoza girmiş sayılmır. Yəni əsas qadını, qadınlıq funksiyalarını yerinə yetirməsi üçün, yəni qadının belə deyim ki, dərisinin sağlam qalması üçün, orqanların fəaliyyəti üçün, yəni yumurtalıq hormonlarının çox böyük önəmi var. Yəni yumurtalıqlar saxlanılır və uşaqlıq çıxarılırsa, bu zaman qadında böyük bir dəyişiklik olmur. Yəni isti basmalar olmur, qadının menopoza girmiş kimi əlamətləri olmur. Yəni uşaqlığın hər hansı bir xəstəlik nəticəsində xaric olması, qadının adət görməməsi hələ menopoza girmiş anlamına gəlmir. Lakin əgər qadının yumurtalıqları da xaric olunursa, bu zaman qadın menopoza girmiş sayılır. Bu qadın hormonları həm beynin inkişafında beynə təsir edir, həm sümüklərin sağlamlığına təsir edir, həm ürək fəaliyyətinə təsir edir. Yəni yumurtalığı çıxarılmış qadınlarda bu funksiyalara mənfi təsirlər olur. Ona görə də qadınlar uşaqlığın xaric olunması zamanı menopoza girmiş sayılmır.